Yine torpaq gətirmişəm gül əkməyə. Amma torpağım var, bu səfər də qabım yoxdur. Qabım olur, torpağım olmur. Torpağım olur, qabım olmur. Belə bu gözəlliyim də axır ki biraz dərmanlayandan sonra açmağa başladı. Çox gözəl hissi var. İnşallah ki yeni zoğlar çıxardar, böyüyər. Balaca qalıb. Dərman ilə biraz xeyir elədi. Yenə də dərmanlayacağım. Bu xəstəlik məni çox şeylədi. Bax bu güllərimin bütün tumurcuqların kökündən saraltdı. Hamısını məhv elədi. Bax o yazığı necə əyib başın. Bunu çünkü bu saralıb kökü ona göre zülümlə açıb. Bu gözəlliyimə baxın, nə gözəldir. Sizə mən bu gözəlimi göstərim. Çəkə bilsəm bəri. Görün nə gözəl, qat-baqat açır. Krem rəngidir, qat-qat açır. Dəhşət gözəl bir şeydir. Bax onu buradan əkəcəm. Çox gözəldir. Bir də nə göstərəcəydim sizə? Bunu. Bunu da dərmanladım. Nələr tumurcuğu düşdü dostlar, açmadan. Bilirsiniz də bu haran çəkirəm, günəşdən görmürəm. Bir topa üstü tumurcuğuydu. Buradan qırdım. Buradan qırdım. Buradan qırdım. Buralardan bütün hamısının tumurcuqları öz-özünə belə qopdu düşdü. Çünki bu dip hissəni, bax indi bu da danışında əlimdə düşdü. Bu dip hissəni çürüdür həmin o xəstəlik. Boğazdan bunu boğur, saraldıb tökür yerə. Yəni bu yazıq gül nə günə düşdü, aça bilmədi xəstəlikdən. Çox qəşəng bir dekorativ qızıl güldür. Amma heyif oldu da. Yenidən açar inşallah. Xəstəlik bir əl çəksin. O xəstəlik güllərin düşməni deyə düşməni. Çiyələyimiz belə qızarır, uşaqlar yeyir. Baxın necə qəşəng iridir, dərmansız falan. Uşaqlar qırır hərdən yeyirlər. Bezelyələrimiz də artıq deyəsən olmağa başlayır, içi bərkir. Toxumluq saxlamışdım onları onsuz da. Burada da çox şeyim var. Arxada qabda begonvilim var. Bilmirəm yaxınlaşdıranda telefon necə çəkəcək. Bax o qabın içində begonvilim var. Deyəsən bitir. Görək də limonum da ki bilmirəm tökdü, tutmur. Bütün limonların tökdü. O hamısını dərmanlamışım. Yenə də dərmanlayacağım. Çiyələklərimizə maşallah. Otları biçmişim. Çox da əzmək istəmirəm. Çiyələklərimizi görürsünüz. Görürsünüz maşallah. Burada da var. Hələ bir partiya uşaqlar yeyib yenə də bitirlər. Görürsünüz. Çiçək açır. Devam edirlər. Baxın. İnşallah bu çiyələkləri uzun ömür eləyərik. Qayçı gətirin bunları da kəsim. Buradan belə kəsim ki yenidən tumurcuq açmağa başlasınlar. Baxın yenidən belə tumurcuqlanırlar. Buradan da çıxır. Gözəlimə baxın, qara qırmızıma. Ne gözəldir maşallah. Tumurcuqda hamısı çox gözəl görünür. Belə. Toyuqlarım geldi dostlar. Buranı biçdim biraz doğuşana. Ay korktum da. Biraz toyuğa verdim. Ne oldu toyuq? Yeter riski kışkırtsa korktum. Ne oldu? Ha? Tavuklar. Niye kışkırdınız belə? Yiyeyim biraz ot, biraz su tökmüşəm. Hələlik orada qalsınlar. Bura çıxan kim bilən buranı verən qoyacaqlar. Oy sizə nə göstərəcəm, nə deyəcəm. Bizim ata doğuşanımız o heç. Keçək bura. Bizim 7 dənə balamız vardı. Bilirsiniz ki bizim bir qara, bir ağ ata doğuşan, bir dənə də boz, qara fason bir dişi doğuşanımız var idi. Doğuşanlar hardasınız? Mən də sizi çəkirəm ki burada qəşəng söhbət eləyək. Gəlin buraya görüm. Doğuş. O niyə qaçıb ora girib? Sən niyə özü o qara yaman hürçəkdir? Sən niyə özü ora soxmusan? Gəlin doğuşlar. Hə, bu ikisi bizim ilk çıxan balalarımız. Əslində ilk deyil. İlk 3 dənə balası oldu doğuşanımızın. Mən o doğuşanları alanda baxın bunlar boydaydılar. Çox da yekə deyildilər. Eyni bunlar kimiydi. Amma ağ biraz iri idi elə bil. Amma dişi toçunu bunun kimiydi. Bəlkə də bundan biraz da balacaydı.
Bizim dovşanlarımız dostlar. Deyim də ilk dənə üçün balaladı. Baxa bilmədi amma üçün balaladı, baxmadı. Gördüm ki, ətçi balalar yerdə ölüb qalıblar. Özün yolub tükün içinə bükür axı dovşan. Sən orada nə edirsən? Amma eləmədi, bükmədi öz. Balalar öldü getdi, amma o qədər heyfim gəldi onlara. Video çəkmişdim, pisləmişdim ki, sən çox pis dovşansan, sən nə bilim 3 balanı öldürdün. Sonra ikisini balaladın, niyə belə səfeh dovşansan? Başqasını alacağım deyə öz-özümə video çəkib də danışırdım. 2 dənə baladan sonra məni şaşırtdı. 5 dənə bala balaladı. 5 dənəsi də buradadır, artıq böyüyürlər. Və bunlar böyüməmiş, yenə balaladı. Bunlar hələ balaca idi, yenə balaladı. Maşallah dedim dovşanıma ki, halal dalbadal balaladı. İndi də yenə balalayıb. Eləmi mütələr? Eləmi? İndi də balalayıb. Bildim ki, balası var qarnında. Bura qoydum. Buranı açım. Maşallah dovşanım. Hardasan? Ha? Qara qızım. Hardasan? Bizim bu qara qızımız yenə balalayıb. Bu səfər neçəsini balalayıb sizcə? Hı? Qara qızım. Biraz sürpriz olsun. Bir çəkəndə sayaram. Hı? İndi düzdür, baxdım mən saydım, amma toxunmağa biraz qorxuram, amma saymaq istəyirəm. Öldürməyəsən ki, balalarımı saysam, qırağa qoysam, hə? Amma məncə öldürməyəcək, çünki o tərəfdə balalayan da mən əlimlə götürdüm, gətirdim, bura qoydum. Məncə oraya yığım, orada dursun balalar. Gəlin balalar birlikdə sayaq. Sayaq mı? Sayın balalarını. Amma məndən dalaşma, döymə məni. Qorxuram, çünki səndən birdən bura keçib otura bilsən, buralar batırmırsan. Oturum ki, rahat-rahat sayım. Bir dəqiqə yerimi rahatlayım. Mən toxunacam. Amma mənə toxunma, yaxşı qorxuram, çünki sənə. Keç bu tərəfə, bir dən bu tərəfə keç. Haydi qorxuram. Minnoşdular, minnoşdular. Qara, özü kimi. Qara qura. Qara qura. Qara qura. Birini də göstərim sizə. Sonra bütöv deyəcəm. Oradan tərpətmək istəmirəm. Çünki deyirəm birdən nəsə olar. Təzə balalayıb çünki. Baxın bunların ətcəliyinə. Ay mini minnoş, mini minnoş. Get kəndə. Dən görüm hamısı bir yerdədirmi? Tamam. Qoyub gedirəm. Narahat olma. Qoyuram gedəm ətcə balalarımı. Sadəcə deyim görüm hamısı bir yerdə olsun da. Dəhşət çox balalayıb bu səfər dostlar. Oradan çıxartmaq istəyirəm. Məncə orada yaxşı baxa bilməz. Gətirin bura qoyum. Ha mıtı? Bura qoyum balalarımı. Burada necə ömüzdürəsin sən? Ora qoyum da. Hamısını orada keçib bax. Narahat olma. Mən sənin balalarımı heç nə eləməyəcəm. Qoy dursunlar orada. Bura nə? Soxmusan ki balalarımı? Bu balaca yerdə necə çıxıb baxastan onlara? Heylə. Orada geçək. Güdüm qalmadı. Qalmadı deyəsən. Yığdım hamısını ora. İndi sayağım burada. İnşallah baxarıq. Sonra deyirəm birdən baxmaz. Heyf oları bir dünya balalayıb maşallah. Sayaq indi bir bitoları. Amma mən çox saymışdım axı. Azdı axı burada. 6 bala. Amma mən çox saymışdım axı. Biri daha yaxşıdır. Hə, mıtı? Bir dənə sən çıx oradan. Anaş, bir dənə çıx. Görüm orada nə var. Az bir dənə çıx da. Oradan bala git balaların yanına görüm. Ay, qalıbdı. Hə, qalıb deyirəm. Öldürdüm bunu. Allah belə əzdi öldü deyə. Biri də var idi. Hə, deyirəm də. Sonra əməlli baxaq. Birdən qalar yenə bilmərəm.
Belə. Belə. Yığdım ora balalardan hamısını. Orada bax. Burada nə? Girmişsən balalamısan. Dostlar 8 dənə. 5, 6, 8 hə. 8 balası. Gördünüz də. Belə elədim ki, bax belə. Buradan çıxartdım. Bu balaca yerdə sən buna necə baxacaqsan, necə süd verəcəksən. Amma yoxdur tay dəqiq qaliba. Olsa da özü biləcəkdir, nəysə. Yoxdur. Belə qoydum ora bebitoların hamısını. Qəşəng bax, mən getdim. Hələ bir daha doğuşan inşallah məni yanıltmazsan, hamısını böyüdərsən. Balaca vedrə kimi orada yumurta yeri var. Girib onun içində balalamışdı. Oradan çıxartdım, o setkaya qoydum. Əvvəlki balaları da setkaya yığmışdım. Baxmışdım. İnşallah baxar. Burada rahat yedir daha. Sən kimdən rahat yedir? Getdim mən. Getdim. Sənə quru çörək də gətirim. Bu quru çörəyində çiftlənmə var. Ona görə bunu verməyəcəm. Tehdük oldum. Belə dostlar, gördünüz. 8 bala. 7 də bunlar. Əvvəlki 3 dənə də qalsa vəbsə yaxşı olardı da işte. Əvvəlki 3 dənə öldü. İnşallah bunları da öldürməz, baxar. Çünki əslində toxunmağa biraz qorxuram ki, birdən baxa bilməz. Birincilər böyüyənə kimi, birinci deyəndə o 3 dənə öləndən sonra ikisini balalamışdı. Onlar böyüyənə kimi toxunmadım onlara. Sonra bu 5 dənəsini balalayanda başqa bir yerdə balalamışdı. Onları yığdım setkaya. Apardım evin üstüne bir dənə bax elə bir setkanın içine koydum. Qəşəng baxdı orada. Böyütdü. İndi bunları da elə elədim. Balaca yerdən çıxartdım ki, bala çoxdur. Ora girib çıxan da hamısını əzər, əmizdirə bilməz. Süd verə bilməz. Ay, tehdük oldum. Məncə indi qəşəng olacaq. Maşallah. Onları böyütsün, biraz dincəlsin, sonra salacağım bunun erkəyin yanına. Böyüməmiş, onlar böyüməmiş balalayır, bunlar böyüməmiş balalayır. Yazıqdır, biraz dincəlsin. Bizim bu qızılgül görürsüz, bax, qələmdən qırıb gətirib yarpaqlı zatda əkmişəm torfun içinə. Heç başını da bükməmişəm. Bir həftədir, baxın, heç nə yarpağı saralmayıb, nəsə olmayıb. Görək kök atacaqmı? Burada da şey var, amma bu özü öldü, məncə tutmayacaq. Mor salkım. Bir də nə deyəcəm sizə? Yaxşı yadıma düşdü. Mən bu balaca biberlərdir də, özüm kökləndirdiyim biberlər. Bunu apardım stolun üstünə qoydum orada. Baxın o tərəfdə stolun üstünə qoydum ki, aparacağım mamaya verəcəm. Bir dənə də pomidor var yanında. Sadəcə pomidorlarım çoxdur, biberə görə əsas aparırdım. Gördüm ki, bir dənə sarı pişik həmişə bizim həyətə gələn stolun üstündədir. Qovdum getdi. Gedən baxam görəm. Bunların başları qırıq-qırıqdır. Bunların başları nə bir qırıb atıb yerə. Ay Allah, məhətdə qalmışam. Pişik biberi neynir? Biberin başını niyə qırır? Nəhlət şeytan dedim. Bunu gətirdim, qoydum, bunu apardım ki, yaxşı bunu aparıb verirəm mamaya. Bunun başını qırıb. İndi də baxam ki, buradan yenə üçünün başını qırıb. 3 dənə yox, ikisinin başını. Yaxşı gördüm. Gətirdim təzədən bura qoydum ki, aparanda götürərəm. Üçünün başını qırıb. Biberin, pişiyin bu biberlə nə işi var? İnanın ki, day belə məhətlər qalmışam. Hər şey mənə cicir bu dünyada. Yəni pişik, sənin bu biberlə nə işin var? Birdən ki, belə şey görməmişəm. Gəlib bu biberin başını niyə qırırsan? Buna baxın. Buna. Gətirdim bura qoydum ki, bunlar da zay olmamış bari. Sonra apararını da götürərəm. Nə bilim, belə qəribə bir şeydir. Burada da biber var idi, yerdə öz-özünə çıxmışdı. Bunu da əkək bir yerə. Aycan. Gözlə. Bunu da bura əkək. Belə əkirəm bunu bura onsuz da. Ki, heyifdir, yerdə ölməsin. Bir damcı da su verək. Bilmirəm, pişiyin o biberlə nə işi var. Bizim pişiyimiz
dünənləri yem almışdım. 1 manatlıq pişik yemi. Gətirib vermişəm, yemədi. Özü yaxşı bir ətli almışdım. Bir qab qoymuşdum qabağına, yemədi. Apardım, mən də çöldə qoydum ki, başqa pişiklər yesin. Yəni heyvanları sevirəm, pişiyi, iti, hamısını sevirəm. Mən bütün dünyadakı heyvanları sevirəm. Amma necə deyim, həyatımdakı pişikdir, nəsə bir şey, əkinlərimə zərər verəndə mən də buna əsəbləşirəm. Yoxsa onları həyatda bəsləyirdim. Mən nələr bilirsiniz, pişik anası, elə bir bizim o pişiyimiz Mırmırdı adı. Onun anası ilə birlikdə balalarını atmışdılar çölə. Mən qış boyu onları saxladım. Bir qutunun içində lampa yandırdım ki, onlara isti olsun. Onları böyütdüm. Birini saxladıq, qalanlarını göndərdik. Mən yəni uşaqlıqdan heyvan sevərəm. Orada nə göstərəcəm sizə? Mən buradan setkadan görünür ya yox. Oradan kilsə eşib. Neçə gündür görəm oranı eşir. İndi dərman alıb atacağım ora, amma kilisaları sevmirəm maalesef. Dərman alıb atacağım ora, oranı bağlayacağım. Özüm hələ ki bağlamıram. Bir də mənim uşaq vaxtı, uşaq deyəndə uşaq deyildim, yəni böyük qız idim artıq. Ailə qurmamışlar öncə deyək. Əslində uşaq vaxtından mənim heyvanlarım olub, yəni itim falan gidib harda balaca it görsəm, pişik görsəm ölürdüm ondan ötürü. Bütün uşaqlar kimi normal. Bizim yəni itimiz var idi. İtimizin nəsə oldu, balalamışdı, güzel balaları var idi. Nəsə oldu, itimizin balaları anası öldü, balaları qaldı. Hələ süd verirdi. Çox balaca idi. Bunun gözəlliyinə. Amma qoxusu çox gözəldir. İnan onları mən butulkada süd verə-verə böyütdüm onları. Elə gözəl böyümüşdü hamısı. Əlimdə süd verirdim. Gələn gedən də mənə deyirdi: "Ay Allah, buna bax, itləri saxlayır filan bəs məkən." Bir də əsəbləşirdim, amma day dinmirdim. İt dediyin Allahın heyvanıdır. Niyə anası ölüb deyə biz də onu ölümə tərk eləməli deyilik ki? Baxmalıyıq. Buradakı bir xiyarlarım artıq uzanmaq istəyir. Bunlara da bir ip bağlayaram. Simlərim var. Simlərlə bağlayaram. Toxumlar, reyhanlarım çıxır. Həyətim yaxşılaşır, gözəlləşir, amma dərmanlamasaq olmur. Bordo atmışam həyətə. Bir də dostlar atmışam. Gedim onu da çəkim sizə. Topaz aldım 2 manata. Bir yerdə 3 manat idi, amma aptek var orada. Orada 2 manat idi topaz. Topaz almışdım. Gedim onları da çəkəcəm. Göydaş atmışam. Baxın bordo. Bordo atmışam. Baxın üstlərində göy izləri var. Yenə də atacağım. Biraz da var. Bunu suyunu sən belə elədin? Hə, bunun suyunu kim belə elədi? İçinə kim əl vurub? Bu daşları belə qəşəng düzəltmişdim axı. Tospikin suyunu da təmizlədim. Bir də dərmanı çəkəcəm sizlərlə. Cücüyə və o xəstəliyə qarşı bir dəfə vurdum. Ondan dediyim kimi topazla. Adı bir cürdür, belə ağ qabdadır. Qırmızı da yazı ilə ortada yazısı var. Qab deyil, daha doğrusu salafanda. Onu vurdum. Cücülər getdi, yoxdur. Sadəcə əsas baxın, topazı əsas buna görədir topaz. Görürsünüz? İndi mən topazı tək qarışdırıb vuracağım. Bir dəfə vurdum. Kəsin bunu elə qırım. Bir dəfə vurdum. Əslində xəstəlikli yarpaqları təmizləmək daha yaxşıdır. Onlar düzələn deyil. O birisində təmizləmişəm baş hissədə. Əlimə tikan batdı. Xəstəlikli yarpaqlar təmizlənməlidir. Buna baxın. Dərmanlayaram. Topazı tək, topaz bunun üçündür. Baxın, belə-belə ağaq olur, çürüdür. Topaz onun üçündür. Cücü ilə də qarışdırıb, bit dərmanı ilə daha doğrusu qarışdırıb vuranda bütün xəstəlikləri götürür. Bir dəfə elə vurdum.
Bir dəfə də tək topazı qatıb vuracam. 2 ampul almışdım. Ampula da olur topazlar. Belə dostlar. Bunu kim qırıb? Köhnəlmiş çiçəkləri təmizləyirəm. Yeniləri açacaq. Bu da ki, bir türlü özünə gəlmədi. Yenə də toxunmuram. Bəlkə bitdi deyə, bəlkə. Çünki bunu çıxardan kimi əksəydim belə olmazdı. Bu çox şey oldu. Suda saxladım. Qab yox idi əkməyə. Çox suda saxladım. Bir qab aldım, gətirdim, əkdim maalesef. Başı düzəlmədi. Burası yaxşıdır. Burası baxıram ki, büzük deyil də, belə bərkdir. Bu hissəsi belədir. O da bəlkə bitdi deyə toxunmuram. Görək də, qismət. Bu da pomidorlar. Mamaya aparacağım. Bu da qaldılar burada suyun içində. Buna da göydaş vurmayıb. Bu nədir belə yarpaqlarında belə bir cür. Neçə gündür sudadır. Dünən getdim, yadımdan çıxdı aparmaq. Ayda. Mamaya kaha yığmışdım. Onu da aparacaqdım. O da yadımdan çıxdı. Neyse day. Güllərimi bir dəfə də çəkim sizlər üçün. Sağ olasın. Sağ olun.